Eyni məkanlara getməyi sevirsiniz? Tam səmimi öz fikrinizi rey bölməsində yazın. Mən əgər bir yerdə nə isə bəyənmişəmsə, yəni hər gün ora gedib həmin şeyi yemək istəyirəm. Keçən dəfə və bundan əvvəl getdiyimiz yeri çox bəyənmişdi və qutabları dəhşət dərəcədə dadlıdır. Tam səmimi deyə bilərəm ki, yediyim ən dadlı yeməklərdən biri ola bilər. Ürəyimdən keçdi ora getməyə, sonra fikirləşdim ki, hər vloqda ora gedirik, maraqsız olar, bəlkə vloqu çəkməyək, amma yenə də çəkdim. Toyuqlar satılır burada, kim istəyir? Bugün çox qəşəng makiyaj eləmişəm, belə bənövşəli rənglərlə. Təəssüf ki, çəkə bilmədim, səbrim çatmadı. Amma çox qəşəng alınıb məncə. Eyni məkan bezdirici olar deyə fikirləşirdim. Çəkim vlog. Hava küləklidir deyə burada heç kim yoxdur. Əla. Bu havada insanlar çimillərim. Dəhşət. Çay mən istəyirəm. Dünənki videonun altında bəzi narazıçılıqlar var idi. İzləyicilərim tərəfindən niyə görə əşyaları götürmək üçün mütləq Instagrama yazmaq lazımdır. Instagramı yoxdursa izləyici neynəsin? YouTube'da yazışmaq üçün direct yoxdur. Yalnız bu səbəbə görə Instagram. Baxaq görək neçə dəqiqəyə sifarişini gətirəcəklər. Söhbət elə. Vloglarda çox vaxt çalışıram. Hələ öz danışdığı səsləri olsun və səsi üstündən yazmayım. Burada isə elə fürsət yox idi. Çünki hava dəhşət küləkli idi və bu külək telefonun mikrofon hissəsinə dolurdu və pis səs gəlir. Ona görə mikrofonu özümlə götürməyi unutdum. Ona görə də yeni məcburiyyət qarşısında mən sizin üçün belə üstündən yazaraq yenə də çəkdim. Bunun şirinliyinə baxın siz. Elə bu da var burada. 2 nəfərlər. Sifarişimizi elə gətirməyiblər, nə verəyik sizə? Hava burada küləklidir, bilmirəm səsi üstündən yazacağam və yaxud necə eləyəcəm. Gördüyünüz kimi külək telefona vurur, ona görə yaxşı məni eşitmək olmur. Səsi üstünə yazmaq ən gözəl seçimdir. Bura gələndə elə yolda biz bağlamanı da götürdük. Ona görə evə qayıdan kimi sizin üçün bağlama açacağım. Temudan bijuteriyalar sifariş edəcəm, amma bu dəfə özüm üçün yox, rəfiqəm üçün. İzləyicilər hamı mənə yazır ki, powerbankla müğayyət ol. Kimisi əlində desəm partlayıb nəsə xəbərlərdə gördüm. Ondan sonra hamı mənə yazır ki, o powerbankla müğayyət ol. Mən bunsuz heç yerə gedə bilmərəm. Sразу зарядкaya qoyuram. Keçən dəfə mən rayonda olanda rəfiqəm bizə gəlmişdi və biz oturub çay içirdi. Mən də sadəcə kompliment eləmək məqsədli dedim ki, bu sırğalar sənə dəhşət yaraşır. Bu da həmin saniyə qayıtdı, çıxartdı sırğaları və dedi ki, Aynur, hədiyyə edirəm sənə. Bəyənmisənsə sənin olsun. Həmin an özümü belə bir təhər hiss elədim. Belə baxanda insan sənə hədiyyə edir və hədiyyəni qəbul eləməmək bu uca belə hörmətsizlik kimidir. Amma qızlar o sırğalar elə gözəl yaraşırdı ona. Mama da bir tərəfdən niyə qızın əlindən alırsan sırğaları, gül kimi ona yaraşıb, neynirsən sən o sırğaları, amma mən həmin an başa düşürdüm ki, insan ürəyinə sənə hədiyyə edirsə, sən bunu götürməlisən. Həmin gün qalxdım yuxarı və fikirləşdim ki, bu sırğaların əvəzinə mən başqa qəşəng sırğalar onun üçün sifariş edərəm. Evdə qaqras qəşəng şkatulka da var. Yığaram şkatulkanın içinə. Qəşəng kağızla belə hədiyyə kimi bağlayaram, üstünə də bir bantik, belə bir ideya yarandı ağlımda. Mən şəxsən əsas bura qutabiklər üçün gəlmişəm. Bunlarla qəşəng bir də mukbang çəkmək olar. Ailə qurandan sonra Ruslana deyəcəm ki, get mənim üçün kitabları getir ki, basıb yeyərdik. Qarın kitabım. Lülə kebablardan bir balaca tikə də pişiklərin payını da vermək lazımdır. Gəldik supermarketə alış-veriş eləməyə. Bu yaşıl şalvar o qədər ürəyimcədir. Batırmışam koftamı. Mənim olmazsa olmazım kofe. Kofe almaq lazımdır. Mən bunları xoşlayıram. 3 dənə götürək. Gördüm ki, belə bir Darling endirimdədir. Bundan bir upakovka Twix-ə alaq. Ümumiyyətlə belə sərf eləmir. Əslində kilona, zoo mağazadan almaq daha sərfəlidir. Rayona gedəndə gərək bunlardan alın. Bir dən baxın, it üçün qəşəng endirimə düşüb. 2,89 qəpiyə. Hal-hazırda mən Marfozun bu lakı istifadə edirəm. Bu əslində saç üçündür. Mən qaşa istifadə edirəm. Qiyməti bir o qədər də münasib deyil. Əslində mənə diş fırçası üçün belə bir orqanayzer lazımdır. Amma bu çox sadə görünür. Mən sifariş edəcəm.
Daha doğrusu əvvəl baxacağam harda nə cür model var. Amma şeydir, 1 manatadır cəmi. 2 dənəsi bir yerdə 1 manat. Yadınıza gəlirsə, Alivia'da indirimə düşmüşdüm. Buna bənzərlər. Burada isə 6 manat 49 qəpik idi. Mən saçımı rəngləyəndə qızlar tam olaraq belə rəng istəyirdim. Baxın necə gözəl rəngi var. Amma alınmadı təəssüf ki və belə bir kraska alıb başıma qoysam alınmayacaq da. 17 manatdır bu kraskam. Evdə təkrar göstərməyəcəm. Elə birbaşa supermarketdə göstərim. Belə krabov palçıqı götürəcəm. Krem değişildi. Bu marojnalar diqqətimi çəkdi. Görəsən belə satılır bu. Vedrə satılır bu. Qiyməti də yoxdur, bilmək olmur. Nədir, nə deyir. Bu mamanın sayızıdır. Qiyməti bilsəydim mamiçka üçün alardım birini. Bir vedrə. Səhərlər belə şeyə keçmək istəyirəm. Mama hər zaman yeyir. Qiyməti də indirimə düşüb. Mən əslində xoşlamıram, amma öyrəşdirmək özümü istəyirəm. Belə sağlam qidalara. Südlə hazırlayaram, səhər-səhər yeyərəm. Südü də götürdü Millanın ən az yağlığı olan. Ukrayna istehsal Lavitanı çox sevirəm. Ümumiyyətlə Russian firmanın nə istehsal edirsəm ki, dadlı olur. Ona görə gəlin biri belə götürək. Birini də hansını götürək? Elə soruşuram sizdən, sanki cavab verə biləcəksiniz mənə. Gəlin bunu da. Burada piçenyalar. Ümumiyyətlə mən gərək evdə yazım nə alacamsa. Çünki bura gələndə hər şeyini unuduram. Adımdan başqa hər şeyini unuduram. Burada təndir də var, amma o çörəyi soyuyub təəssüf ki. Belə şeyləri də çayına xoşlayıram. Mən bunun içində suguşonka var, qaynadılmış suguşonka. Paxlava zad da var, bunları sınamamışam. Amma bu dəqiq bilirəm ki, dadlıdır. Kruasanla olan trendə mən də qoşulmaq istəyirəm. Kruasanı hələ almamışam. Burada yoxdur təəssüf ki, amma heç olmasa marojnanı alım. Baxın, burada nə tapmışam. Yadımdan çıxmamış patrontumlardan da 2 upakovka götürək. Qiyməti nədir? Budur deyəsən. Düşdü. Supermarketdə 37 manat pul xərclədim və aldıqlarımı hamısını elə demək olar ki, supermarketdə göstərdim. İlk öncə pijamadan başlamaq istəyirəm. Çox gözəl və maraqlı pijama sifariş vermişəm. Buraların rəngi biraz solğundur. Mən düşünürdüm ki, qıpqırmızı olacaq. Əsas niyə görə bunu almaq istədim? Bir dənə bu bantikin şirinliyinə baxın. Adətən paltarları hər zaman ütüləyib normal vəziyyətində sizə göstərirəm. Sadəcə bu pijamanı burada geyməyəcəm və şkafa asmayacağam. Ona görə ütüləməyi fikirləşdim ki, mənası yoxdur. Qattalayacağam təzə evə aparmaq üçün, yenə qırışlanacaq. Son zamanlar bilirsiniz, təzə nə alıramsa, təzə ev üçün almaq istəyirəm. Çox təəssüf ki, bu pijamadan bitib, amma bunun şortikli variantı hal-hazırda var və onun linki videonun altında qoyacağam. Mən bunu 22 manata almışdım. Düzdür, rəngi bu hissələrin biraz məni üzdü, amma belə çox qəşəng və zərif pijamadır, ona görə qalır. Baldızma hədiyyə olaraq sifariş eləmişəm. Ümid edirəm ki, bəyənər. Başqası uca qəşəngdir. Bu çantadan 100% özümə də sifariş edəcəm. Şəkildə elə bildim ki, bu brelokdur, amma əslində bunun içinə həm kartları yerləşdirə bilərsiniz, həm xırda pul. Tam funksional kışlokdur. Belə çantalar 2010-cu illərdə çox dəbdə idi. İstədiyi hər şey sığışır, dəmir hissələrin keyfiyyəti öz yerində çox gözəl. 5-10 manata çantalar doludur yetəmud, amma mən sizə məsləhət görərdim ki, daha bahalı bir çanta almaq, misal üçün 40-50 manata aldığınız çanta bizdə 150 manata satılan çanta
aynı keyfiyyəti bərabərdir. Növbəti vloqlarda mütləq görəcəksiniz ki, özüm üçün də sifariş elədim. Bunun korичневый rəngi də var. Bilmirəm bunu alım yoxsa tünd korичневый rəngi. Onu da tərəddüd edirəm. Instagramda sizinlə məsləhətləşəcəm, amma birini 100% özümə alacağım. Qiyməti isə 37 manatdır. Baxın, paketdən necə çıxıbsa elə də upakovka edirəm. İndi diqqət yetirirəm ki, bunun üçün öz pulniki də var, öz çantası. Yəni ki, şkafa da qoyanda bunun içində siz belə çantanı qoya bilərsiniz. Ən əsas bu bağlamanın içində bijuteriyalardır. Gəlin bir baxaq və sразу istəyirəm şkatulkaya yerləşdirək. Videonun əvvəlində dediyim kimi bu bijuteriyaları hamısını mən rayonda yaşayan rəfiqəmə almışam. Ümid edirəm ki, bəyənər. Əslində mən nədənsə təsəvvür edirdim ki, daha iri olacaqlar, amma çox zərif və gözəl görünür. Çalışırdım elə bir modelləri seçim ki, qaralmayan olsun, paslanmaz polad qeyd olunsun. Gəlin əvvəl sizə göstəreyim. Deməli, korobkasını tullamıram. Çünki korobkaya qoyacağım. Məncə çox gözəldir. Sadəcə bijuteriyalar prosta paketdə hədiyyə eləməyi düşünürəm ki, yeri yoxdur. Daha gözəl olardı ki, bunun içinə səliqə ilə hamısını bir-bir yığarıq. Əslində bijuteriyalar deyəndə üzük zadı yoxdur, orada yalnız sırğalardır. Bilirəm ki, Seva ilə sırğaları taxmağı sevir. Buradan da asmaq olur sırğaları, buradan. Əsas da ki, bura qoymaq olur. Belə bir qapdır. Ümid edirəm ki, bəyənər. Bu şipşirin sırğaları da qoyuruq bura. Bunları belə qoydum. Onun zövqünü bilirdim və o xoşlayır ki, sırğalar qızıla dəhşət bənzəsin. Mən də çalışdım elə modelləri sifariş edeyim. Misal üçün bu. Məncə qızıla çox bənzəyir. Belə sallanan modelləri sevir. Wow. Bunları elə belə qoyun. Nə düşünürsünüz? Yoxsa açıb qoyun. Deməli, burada belə qaşlardır. Qəşəng formalıdır və əsasdakı qızıla bənzəyir. Növbəti. Bu yumuşaq nə qoyublar bura? Deyəsən, bura sınmasın deyəm. Sırğalarda günah yoxdur. Bu boyda yol gəliblər, yazıqlar. Bunları ən çox bəyəndim. Məncə çox gözəldir. Ümid edirəm ki, bağlanan hissəsi sınmaz. Bilmirəm, yaxşı fikirdir və yaxud pis. Hamısını belə yerləşdirməyi bu qabın içində düşünürəm daha gözəl görünür, daha səliqəli görünür və yaxud prosto öz paketlərdə versəydim, yaxşı olardı. Növbəti ona bənzər. Bunların hətta 2 dənə zəstyoşkası var. Birini itirirsinizsə, digəri var. Məncə bu çox yaxşıdır. Amma mən belə silikon zəstyoşkaları bir böyük set almışam, illərinə istifadə edirəm. Gəl almaq daha çox tövsiyə edərdim sizə. Bu vlog biraz qısa alındı, üzrlü sayın. Sadəcə sizi videosuz qoymaq istəmirəm. Papa da gəlir, sabah papaçkam gəlir. Baxın, belə alınır hələ ki. Santimetrlərə bu dəfə sifariş edərkən diqqət yetirmədim və gördüm ki, gələn modellər hamısı mən gözlədiyimdən qat-qat balaca gəlib. Ona görə siz sifariş edərkən mütləq bu xırda detala diqqət yetirin. Mən düşünürdüm bunlar daha böyükdür, şəkildə dəhşət böyük düşürdü, amma realda çox balacadılar. Bunu da ataq bura. Ayda bunun parıltısı nə gözəldir. Sarı belə bir daşla. Əminəm ki, Seva da bəyənəcək, amma qızıl rəngdə deyil, təəssüf ki, gümüş rəngdədir. Amma çox şık görünür, çox bahalı görünür. Əslində buna bənzər biri məndə var, amma точно bundan yoxdur. Qoyuruq belə. Üzüklər də sifariş eləmişəm ki. Əvvəl elə bildim ki, bunları mənə hədiyyə göndəriblər. Sonra yadıma düşdü ki, Cemo heç vaxt heç nə hədiyyə göndərmir. Bir də girdim application'a və gördüm ki, bunları akazivəcə mən özüm üçün sifariş eləmişəm. 3 dənə üzük bir yerdə set olaraqdır və razmeri seçməyi olur. Mən belə üzükləri sevirəm. Mən də 6 nömrəsini götürdüm. 6-16-cı razmer olduğunu deyir. 3 dənəsinin qiyməti set olaraq 5 manat idi. Məncə çox gözəl görünür. Və məncə hamısını bir yerdə taxmaq lazımdır. Nə düşünürsünüz? Gəlin bu üzüklərdə ən pəkinqliyi
2 dənə paketdir cəmi. Cəmi 2 dənə paket. Qiymətləri təxmini 3-7 manat arasıdır. Bu sırğaları da daha böyük təsəvvür edirdim. Dəhşət balacadır. Hətta düşünürəm ki, Sevaya yox, Fatimaya daha gözəl olar. Açıb bağlanan hissə ilə heç bir problemi yoxdur. Əsas odur. Belə onlar. Tam belə qızıl kimi görünür. Baxın. Qızıldan seçilmir bunlar. Kiminsə qulağında görsəydim 100% düşünərdim ki, qızıldır. Çox qəşəngdir. Ümid edirəm ki, bəyənər Seva. Nubuşdu ona belə bir şey. Tam səmimi rey bölməsində yazın 5 sizə belə bir hədiyyə verilsəydi sevinərdiniz və yaxud yox. Şkatulkanı obratno öz korobkasına yerləşdirdim. Belə şipşirin paketim var mənim. Bir balaca lentim var. Ümumiyyətlə lentləri sifariş eləməyə lazımdır. Zapasımda demək olar ki, yoxdur. Və bu kağıza bükmək istəyirəm. Keçən dəfə Seva mənə öz sırğaları belə səmimi şəkildə hədiyyə eləyəndə mən özümü biraz ona borclu kimi hiss elədim. Ona görə borcunu belə çıxartmış oluram. Keçən videonun altında olan reylərdən biraz danışmaq istəyirəm sizə. Mənə Instagramda yazan 90% izləyici hamısı o kosmetik boksunu istəyir. Onu verəcəm, insan tapmışam. Paltarların bir hissəsinə sahib tapmışam. Açıq paltarlar qalıb, onları nədənsə heç kim istəmir. Bir də ki, bəzi izləyicilər eləyirlər, bu mənim ən sevmədiyim xüsusiyyətdir və belə insanları sadəcə blokluyorum. Məndən soruşmadan, mənim ixtiyarım olmadan, mənim tanışlarımın telefonundan nömrəmi götürüb birbaşa WhatsApp-a zəng eləmək, yazmaq və s. Bu heç doğru deyil və siz insanı narahat eləmiş olursunuz. Hətta inciyirlər ki, niyə görə cavab yazmırsan, biz sənə 50 dəfə zəng eləmişik. Siz mənim bir insan kimi tanıyırsınız, amma mən sizi tanımıram. Mənə yığan insan nə cür də xasiyyətdədir, nə cür insan bilmirəm. Belə olduğu halda mən qərar verə bilmirəm ki, mən bununla ünsiyyətə girim və yaxud girməyim. Misal üçün, mən özümdən götürürəm, sevdiyim blogerin nömrəsi məndə olsaydı, mən çəkinərdim onu narahat eləməyə. Ona görə bu başdan deyim, belə insanları sadəcə ignor edirəm. Sevan hədiyyəsini belə büktüm, sürpriz alınmayacaq, çünki artıq videodan görmüş olur, amma eybi yoxdur. Hər dəfə yadımdan çıxır, qəşəng lent almalıyam, çünki lentlərim bitib, ağ rəngdə istəyirdim qəşəng bağlayım. Amma yox idi, elə bu rozovə qalmışdı, onunla bağladım. Qısa da olsa bu qədər. Bununla da videonu yekunlaşdırmaq istəyirəm. Çox sağ olun axıra qədər izlədiyinizə görə.